İşəgötürənlər tərəfindən işçilərə yəni mütəmadi olaraq, yəni əlbəttə istifadə etdiyi, işlədiyi iş ilinə görə əmək məruzatına təmin olunmalıdır. Əmək məruzatına təmin olunması, yəni onu hesablanma qaydaları, formaları, daha doğrusu Əmək Məcəlləsinin 140-cı maddəsinə tənzimlənir. Burada incə məqamlar var. Mən sizə nəzərinizə çatdırmaq istədiyim incə məqam nədir? İşçi əmək məzuniyyətə çıxmamışdan əvvəl müəyyən müddətdə öz hesabına məzuniyyət olur. Sual meydana çıxır ki, bu həmin öz hesabına olan məzuniyyət dövrü nəzərə alınır, alınmır, hesablama necə olmalıdır? Bu da ki, yəni bəzi mütəxəssislər arasında görürsünüz ki, yəni fikir ayrılığı əmələ gəlir. Bunu istəyirəm biraz açıqlama verim, incəliklə toxunaq. Qeyd elədiyim ki, bu məsələ Əmək Məcəlləsinin 140-cı maddəyə təmizlənir. 140-cı maddənin birinci bəndi var. Birinci bəndə yazılmışdır. İşçi hansı iş ilinə görə əmək məzuniyyətə istifadə etməyinə çıxmasından asılı olmayaraq, əmək məzuniyyəti çıxdığı gündən əvvəlki tam 12 ayın əməkçisi və ona bərabər tutan gəlirlər var. Bu da ki, yəni, Nazirlər Kabinetinin xüsusi qərarına tənzimlənir. Yəni, əmək haqqına əlavə gəlir növləri var. Yəni, bundan sonra əməkli kimi yəni, ifadə edək. Əmək haqqı cəmlənir və 12 aya bölünür. Əvvəldən qeyd elədiyim kimi, ola bilər ki, həmin son 12 ayda işçi öz hesabına məzuniyyəti ola bilər. Bunu bir sadə misal da yəni, çəkə bilərəm. Tutaq ki, işçi 12 ayın 3 ayını öz hesabına məzuniyyət olmuşdur. İndi biz hesablama aparmalıyıq. Həm də misalımızı davam ki, bir şey demək, yəni, nəzərə alaq ki, işçinin 30 gün əmək məzuniyyəti var. İndi hesablama aparaq. Yenə bəzi hallarda görürük ki, mütəxəssislər onun faktiki işlədiyi 9 ay cəmləyir və həmin 9 aya da bölürlər. 12 ay yox, 9 aya bölünür. İndi sualımızı və misalımız davamlı kimi, yəni belə, yəni başqa prizmadan baxaq. Əmək məzuniyyəti nədir? Əmək məzuniyyəti Əmək Məcəlləsinin 113-cü maddəsində tənzimlənir. 113-cü maddənin tələbləri yəni necədir? İşçi işləməlidir, iş ilini işləməlidir. İş ili də yəni o da yəni həmin maddənin davamı kimi qeyd olunub. İş ili işə geri tarix və növbəti il həmin günü. Yəni bu 365 gün də ola bilər, 366 gün də ola bilər. Standart desək 12 ay. 12 aydan sonra artıq işçinin sağlamlığı, əmək qabiliyyəti bərpa olunmalıdır. Bərpa olunmaq üçün işçi nə etməlidir? İstirahət etməlidir. Bu həmin istirahət əmək məzuniyyətidir. İndi ikinci məqama toxunur. Əgər işçi işləmir, öz hesabına məzuniyyətə çıxıbsa, bu işləmir, faktor bu adam işləmir, bu əmək qabiliyyətini itirmir. Nəyə görə? Həmin dövrə görə işçi sağlam formada əmək haqqı yəni, almalı və əmək haqqı hesablanmalılarla bərabər də məzuniyyət haqqı almalıdır. Qeyd elədim ki, çox işləmək lazımdır, çox vəsait əldə eləmək, çox əmək haqqı almaq lazımdır. İllik gəlir, 12 aylıq dövr gəlir çox olmalı və normal məzuniyyət haqqı almalıdır. Yox, işləmsə buna məzuniyyət haqqı da verilməlidir. Onda nə etmək lazımdır? 12 ay nəzərə alınır, 9 ay əməksiz cəmlənir, bölünməli 12-yə. Yox, əgər biz onu 9 ay nəzərə alırıq, onda işçi artıq 30 gün sağlam iş ilinə görə əmək məzuniyyəti yox, ona 9 ayın əmək məzuniyyəti düşülməlidir. Yəni, bu da elə bilərsə 22,5 gün belə deyək. Və hər iki halda hesablama aparanda real nəticə alınır. Bəzi hallarda görürük ki, yəni, qeyd elədiyi mütəxəssislər nə ilə bunu əsaslandırırlar ki, yox, 12 ay yox, 9 ay bölünüb hesablama aparmalıdır. Bunda həmin qeyd elədim ki, Əmək Məcəlləsinin 140-cı maddə ikinci bəndi vardır. İkinci bəndə qeyd olunmuşdur ki, 12 ay ərzində daha az, yəni işçi məzuniyyətə çıxdığına əvvəl 12 ay yox, daha az tam aylar işləyərək məzuniyyətə çıxarsa, həmin ayların yəni, əməkçi nəzərə alınır və həmin aylara bölünür. İndi qeyd edilməsi, bu maddə kimlərə şamil olur? Bu maddə ilk iş ilində işləyənlərə, ilk iş ilində daha az işləyib əmək məzuniyyətinə çıxan şəxslərə, işçilərə, yəni təmin olunur, yəni tətbiq olunur. Bu da necə? Tutaq ki, əmək məcəlləsi digər maddələrinə görə, digər tələblərə görə istənilən bir işçi birinci işində 6 aydan sonra əmək məzuniyyətinə çıxa bilər. Nəzərə alaq ki, birinci işə gəlmişəm, birinci iş ilimdir, 7 aydan sonra mən məzuniyyətdən tam istifadə etmək hüququm var və istifadə edirəm və işə görə bunu təmin edir. Bu zaman nə etmək lazımdır? Bəli, 7 ay cəmlənib, 7 ay bölmək lazımdır. Yox. İkinci iş ilindən sonra illər ərzində işçi əmək məzuniyyəti çıxdığı dövrdə əvvəlki tam 12 ay ərzində öz hesabına məzuniyyətdə olmuşsa, həmin dövr hesablamaq tam aylar ki, nəzərə alınır və
hansı aylarda fakti olaraq gəlir əldə edib, onları da cəmlər və bölünür tam 12 aya. Yenə deyirəm, bu hesablama düzgündür. Əks biz yanaşma eləsək, digər işlər hüquqlar pozulur, digər işlər konstitusiya hüquqlar pozulur və ən az da burada qeyd edir, məntiq və mahiyyət etmə yanaşmaq lazımdır. İşləyə görə də əmək məzun haqqı almaq lazımdır. İşləmə, əmək məzun haqqı almaq lazım deyil.